Ailə insanın ilk dayaq yeridir, amma bəzən bu ocaqdakı problemlər və valideyn-övlad arasındakı soyuqluq yeniyetmələri çətin vəziyyətə salır. Belə hallarda evdən qaçmaq onlara yeganə çıxış yolu kimi görünə bilər. Son zamanlar isə bu cür hallar artmaqdadır. Artan bu tendensiya təkcə bir ailənin faciəsi deyil, eyni zamanda bütün cəmiyyətin qarşısında duran sosial təhlükədir. Sosioloqlar deyir ki, əsas səbəblərdən biri ailə daxili münasibətlərdir. Uşaqların emosional ehtiyaclarının qarşılanmaması, valideynlərlə düzgün ünsiyyətin olmaması, zorakılıq halları və bəzən də iqtisadi səbəblər uşaqda bu addımı atmağa səbəb olur. Uşaqlar bəzən özlərini ifadə edə bilmədikləri zaman, anlayış görmədikdə və ya ciddi şəkildə tənbih edildikdə qaçmaq onların gözündə bir çıxış yolu kimi görünür. Psixoloq Könül Həsənova deyir ki, xüsusilə də yeniyetmə yaş dövründə fərdiyyət və azadlıq istəyi artdığından bu hallar çoxalır. Övladımızı əvvəlcə dinləməyi bacarmalıyıq. Onun istək və arzularını önəmsəməliyik ki, nə istəyir? Yəni bizim istəklərimizi yerinə yetirsin deyil də, onları da dinləyib, onlarla öz istəklərimizin bir ortaq məxrəcini yaratmalıyıq. Bir uşaq əgər öz evində özünü rahat, güvəndə hiss edərsə, təbii ki, bu metod onun düşünə biləcəyi ən son metod ola bilər. Yanlışlarını izah etməliyik və yanlışlarını doğruya çevirmək üçün onlara bir şərait yaratmalıyıq. Yəni o güvəni verməliyik onlara ki, onlar özlərini dəyərli hiss etsinlər ailədə. Güvəndə hiss etsinlər ki, bu addımı atmasınlar. Qeyd edək ki, son 3 ayda ondan çox yeniyetmə müxtəlif səbəblərdən evlərini tərk ediblər. Turqan Əliyev, Namiq Hüsiyev, Ayaz Süleymansoy, Xəbər Ertəsi.